Fərz edək ki, belə bir sistem tənliyi verilmişdir. Biz onu toplama üsulu ilə həll edək. Tərəf-tərəfə toplayaq. X-ləri 1, Y-ləri 1, sərbəstləri 1 toplayaq. X-da 3x elər 4x, mənfi 2y üstə müsbət 2y olar 0-a gedir, yazmırıq. 3 üstə 9-da 12 edər. Bu sadə tənliyi həll etsək, x-i tapmış olarıq. X 3-ə bərabər. İndi bu x-in qiymətini birinci və ya ikinci tənlikdə istənilən birində yerinə qoyaq. Məsələn, birincində yerinə qoyaq. Onda olar 3 çıxılsın 2y bərabərdir 3. Buradan da 2y bərabərdir 3, çıx 3, soldan sağa keçirdirik. Bərabərdir 0-a. Buradan da y bərabərdir 0 bölünsün mənfi 2, y bərabərdir 0. Deməli, cavab x, y cütlüyü bərabər oldu. X-i 3, y isə 0.